Tapançalar professional tapançadır. Yəni biz ərazidə işlədirik. Sizi inandırım ki, 4, 5, 6 dənə obyekt rahatlıqla istifadə edə bilirik. İndi usta əlindən salıb sındırmasa, nə bilim belə hadisələr olmasa, yəni keyfiyyəti baxımından da hər bir şey qaydasındadır. Yəni nasatka professional nasatkadır, xarab olan deyil. Deməli görürsüz ki, metaldandır, hazırlanıb. Yəni belə incə bir yeri yoxdur ki, deyəm ki, xüsusi sınır. Yəni əlindən düşüb sınmasa, qəşəng yenə deyirəm mən təxmini deyə bilərəm ki, bir 2000 kvadrat metrlik 2000-dən bir, 3000-dən bir vurduğumuz obyektlərdən ondan sonra dəyişirik nasatkaya, ümumiyyətlə tapançanı dəyişirik. Daha üstü bütün ərk bağlayır, orası burası. Amma belə səliqəli işləsən daima səndədir.